Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Gəllə məndən paket kupçalı 4 otaq, 1 mətbəx, radnoy 4 otaq, 1 mətbəx, evin kupçası, torpağın kupçası, ipotekaya yararlı. İpotekaya yararlı. Alında əlində az məbləğ varsa bunu ipotekaya qoya bilirsən. Həyətinə maşın girir, altda betonu, üstdə kəməri. Nə istəyirsiniz ay bundan? Çox geniş, həqiqətən də çox geniş. Koridoruna baxın, görün nə boyda bunun koridoru. Baxın, geniş koridoru var. Həqiqətən də çox geniş koridoru var. Qiymət də əla bir qiymət. Bax, burada geniş belə bir yataq otağımız. Görürsünüz. Yataq otağında nə görürsünüz qalır. Yenə deyirəm, bütün videolarımda deyirəm. Mənim videomu götürüb xahiş edirəm kiməsə atmayın. Sözünüz varsa, ev istəyirsinizsə, atın özümə videomu. Deyin ki, bu ev qalır ya qalmır. Kiməsə götürüb atın. İstəyir masazırda video çəkirəm, kimlərsə götürüb atırsınız. İstəyir Hökməldə, Sultəpədə fərqi yoxdur. Harada ev çəkirəmsə götürüb kiməsə atırsınız. Yəni onu özümə atın, mən siz cavablandırın. Burada da geniş yataq otağı var. Burada yataq otağında nə görürsünüz qalır. Burada da geniş belə bir yataq otağımızdır. Şəxsi tikili. Burada da hamam samuzeldir. Burada geniş belə bir, çox geniş zalımız var. Haradasa 7 metrə yaxın zalın uzunluğudur. Qiyməti 59.500 verdin. Bu evi verdim sənə. Oldu nə? Gəllə məndən. Yerləşmə yeri. Hökməli Qobu yolu yox. Qobu Lökbatan yolunda. Qobudan gələndə yolun solunda, Lökbatandan gələndə yolun sağında. Burada da var belə bir geniş kuxnamız var. Baxın, çox genişdir. İndi çıxıb sizə bir dənə çölünü də göstərəcəm. Baxın, həmin dediyim ev budur. Çöl görünüşü, paket şifir, padvalı, kombisinin yeri, su çəni, hamısı var. Yəni bu evdən nə istəyirsənsə var. Paket şifirdir, bax kəmərinə qədər var. Üstün zadını göstər bir dənə qardaşa. Yəni qiymətinə görə həqiqətən pis qiymət deyil. Biraz o yana seçilib qapının zadı hamısı düşsün. Qiymətinə görə əla bir qiymətdir. Yenə deyirəm, 59.500 manatdır. Qobu Lökbatan yolunda. Evin də kupçası, torpağın da kupçası, hamısı var. İpotekaya yararlıdır. Görürsünüz, bu evin burada da arasında yol var, yeri var. Arkasında da yeri var, oradan da yeri var. Yəni evin dörd bir tərəfinə fırlana bilirsən. Burada yəni hər bir şeyi var evin. Real alıcıları da inşallah cüzi endirim var dostlar. Sağ olun.